Ne çeksen maç keşimimce. Ne çeksen Maç keşim ne çek ha? Hiçbir kişi Rami'nin mənə baxdığı kimi seksi baxışlarla baxmır. Telefonda demədi, sən nəsil belə dedim. Aparıram nəsil belə yandı. İndi hansısa bir oğlan gedib öz dostunun evinə, onun həyat yoldaşına bacı deyib, salamlaşıbsa, üzünə baxıbsa, deməli, oğraş deyil, sən bomba oğlansan. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Salam dostlar, xoş gördük. Yenə sizi iğrəndirəcək paylaşımlar göstərəcəm sizə. Nişanlısını başqa oğlanla bir yataqda tutdu. Şok görüntü. Ne çeksen maç keşimimce. Ne çeksen Maç keşim ne çek ha? He. Ay böyle aş ha? Maç keşim ne çeksen? Böyle. Düz deyir də. Maçişkə kimi nə çəkirsən? Yəni o oğlan kişicik düz deyir də. Maçişkə kimi nə çəkirsən? Tutmusan, sal təpiy altına ya da başqa bir şey elə, nəysə bir şey elə də. Yəni, bu nə adətdir, mən bilmirəm, bu bəzi müasir kişiciklərdə belə bir şey tuturlar və başlayırlar bunu çəkməyə. Çəkdi necə olmasa sonra başa düşürəm, çəkirsən bunu, fakt sübut olsun, sabah birisi gün zibilə düşməyəsən nəysə olanda. Yəni bir bəraət almağa bir bəhanən olsun, amma ya da nə bilim kimsə səni günahlandıranda göstərəsən. Amma maçişkə kimi çəkməyə davam eləyirsən də sən, düz deyir də. Bravo. Arkadakı fondakı şəkilə bax. İndi durub şəkilə şey eləsən, deyəcəklər ki, sən imama, şəkildəki imam deyil dostlar. Bu gədə də belə videolar çəkir, yəni hər şeyi qoyduğu, əylənir, hə, yaxşı. Amma adamın bir qram şeyi olar, hansı dövrdə yaşayırsan, sosial şəbəkədən istifadə edirsən, sosial şəbəkə, internet dövrüdür. Sən hələ də indiyən qədər qanmırsan ki, yəni Facebook şirkətini yaradan milyoner Bill Gates'in qızını attım bloka. Düşovka şeyler. Facebook'un sahibi bu adamdı. Mark Zuckerberg. Tupoy, bunu ağlıva yaz. Bill Gates milyoner değil, milyarderdi. Bill Gates'in qızını attım bloka. İndi güya öz aləmində bombalıq eləyib. Bill Gates'in qızı yox, sən heç oğlun da blok atmazsan. Neyse bu. Deyirəm ki, telefonda demədi, sən nəsil belə dedim. Aparıram nəsil belə yandı. Dostlar, bu videoda yeniyetmə qızları görürsünüz. Bəlkə də 5-də, 6-da, 7-də, 8-də, nə bilim 9-da oxuyan qızlardır. Yəni bu videoda gördüyünüz qızlar şablon olsa da deyəcəm, ailə tərbiyəsi görməyiblər. Var belə məktəbdə belə bu tipli qızlar. Bunlar sabah birisi gün normal qadın olmayacaqlar. İnanmıram mən. Yəni mənim həmişə demişəm, askıran buruna, öskürən boğaza tövbə yoxdur. İndidən belə eləyirlərsə, bu cür küçə söhbətləri eləyirlərsə, razborka eləyirlərsə, bunlar ya türməli idilər, ya da başqa yerlik. Bunlardan nə normal ana olacaq gələcəkdə, nə də normal həyat yoldaşı. Xanım, sizdən xoşum gəlir, tanışmaq olar. Olar. Neçə yaş olar? Rəvan. Mən sən dostun Nihat'ın həyat yoldaşıyam. Hətta dəfələrlə bizim evə gəlib. Ayıb deyil. Məndə nə günah görürsən ki, mən prosto başımı qaldırıb sənə baxmamışam. Üzürlüsən. Elə kimin əlinə kamera düşür, telefon düşür, başlayır çəkməyə. Belə düşük şeylər də çəkirsiniz. Nə demək istəyirsiniz? İndi hansısa bir oğlan gedib öz dostunun evinə, onun həyat yoldaşına bacı deyib, salamlaşıbsa, üzünə baxıbsa, deməli, oğraş deyil, sən bomba oğlansan. Sən, bu nə düşüklüydü, bu nə eşşəyliydi. Bəzən sosial şəbəkələrdə bu tipli şeyləri görürük. Elə harada, nədir onun adı? Yəni, əksi olan adamlar varsa belə şey çəkib özlərini cəmiyyətə belə bomba kimi göstərirlər. Yəni, bizi zibildə deyilsiniz təbii ki. Biraz baxın, o gözlərin sonra düşür. Axı sən dedin ki, nə demişdin? Gecə nəvə demişdim, indi də deyirəm. 32 yaşım var, amma bu yaşıma kimi heç bir kişi
Rami'nin mənə baxdığı kimi seksi baxışlarla baxmır. Həqiqətən. İndi bütün sahipler yazacak Çok ki güzel bakırsan. Günay deyir ki aparıcı Rahmi mənə seksi bakır. Bəli. Öpüm gözlerinden. Gözdən öpməyə ayrılıqda amma inşallah ayrılmayaq. İnşallah, inşallah, inşallah. Can. Öpürəm. Sen Bunlar niyə dodaq-dodağa öpüşmədi? Çox maraqlıdır. Da belə az qalmışdı belə bir-birlərinə elə yəni yapışsınlar az qalıb ha, yəni o dərəcədə. Nəysə çox dərinə getmirəm. Danışsınlar, problem yoxdur. Orada qəbahətli bir şey yoxdur. Prosta belə nə bilim vallah. Nəysə dostlar, özünüzə yaxşı baxın. Görüşərik, hələlik.